Salam. Bugün sizin üçün çox maraqlı bir mənbəni araşdırırıq. Dünya ədəbiyyatının nəhəngi Lev Tolstoy və onun, deməli, Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləm haqqında düşüncələri. Əlimizdə Tolstoyun bu mövzuya aid qısa bir yazısı barədə məlumatlar var. Məqsədimiz də yəni Tolstoyun bu marağının köklərini anlamaqdır. Peyğəmbərin şəxsiyyətində nəyi vacib sayıb? Yaxşı, gəlin başlayaq. Bəli, salam. Mənbəmiz Tolstoyun Həzrəti Muhammed adlı kiçik, amma necə deyim, çox dərin məzmunlu bir əsəri ilə bağlı qeydlərdir. Burada maraqlı olan əslində odur ki, Tolstoy daha çox Peyğəmbərin əxlaqı ucalığına fokuslanır. Sonra onun idarəçilikdəki ədalətinə, bəşəriyyətə verdiyi o mənəvi dəyərlərə. Və bu, yəqin təsadüfi deyil, çünki bilirsiniz də, Tolstoyun özü də həyatı boyu məhz mənəvi həqiqət axtarıb, ədalət axtarıb. Deməli, belə çıxır ki, Tolstoy üçün önəmli olan təkcə dini qaydalar deyildi. Daha çox universal, bəşəri keyfiyyətlər idi. Mənbədə onun sadə həyat tərzinə heyranlığı da qeyd olunur, insanlarla münasibəti. Tamamilə doğrudur. Tam olaraq. Tolstoy üçün Hazrət Mühəmmədin həyatındakı o sadəlik vara, o dövrün hökümdarlarının bilirsiniz təmtarağından fərqli olaraq, bu sadəlik onun mənəvi gücünün bir göstəricisi idi. Hə, mənbədə qeyd olunur ki, Tolstoy onu sadəcə bir din qurucusu kimi görmürdü. Yox, onu həm də cəmiyyəti kökündən dəyişən böyük bir islahatçı, müdrik bir rəhbər kimi dəyərləndirirdi. Onun ədalətli idarəçiliyi əslində Tolstoyun özünün dövlət, hakimiyyət haqqındakı o tənqidi düşüncələri ilə də, necə deyim, səsləşirdi. Aha, bax, bura həqiqətən çox maraqlı gəlir mənə. Yəni, Tolstoy Peyğəmbərin simasında həm də özünün ideal saydığı bəzi şeyləri görürdü. Liderlik prinsipləri, cəmiyyət quruculuğu kimi. Bəs onun bu yazıdakı ümumi münasibəti necədir? Necə təsvir olunur? Mənbəyə görə Tolstoyun ifadələrində Hazreti Muhammedə qarşı çox açıq bir hörmət var. Dərin hörmət və heyranlıq. Bu sadəcə belə deyək də intellektual bir maraq deyil. Həm də mənəvi bir rəğbətdir sanki. Bunu biraz da geniş mənzərədə düşünsək, Tolstoyun son dövr yaradıcılığı var, fəlsəfi baxışları, kilsəni tənqid etməsi, mənəvi saflıq axtarışı. Bax, bütün bunların fonunda onun İslam Peyğəmbərinə marağı daha aydın olur məncə. Aha. Bəs bütün bunlar sizin üçün, yəni bizi dinləyən üçün nə ifadə edir? Bu məlumatlardan əsas hansı nəticəni çıxara bilərik? Əsas çıxarış məncə budur ki, baxın, fərqli mədəniyyətdən, fərqli dindən olmasına baxmayaraq, Tolstoy kimi böyük bir mütəfəkkir, yazıcı, İslam Peyğəmbərinin şəxsiyyətində, fəaliyyətində bütün bəşəriyyət üçün önəmli olan o dərin, əxlaqi dəyərləri görüb, ədalətli rəhbərlik modelini görüb, o islahatçı ruhu görüb və buna çox yüksək qiymət verib. Bu özü fərqli dünya görüşləri arasında mənəvi körpülərin mümkün olduğunu göstərir. Deməli, belə yekunlaşdıra bilərik ki, Lev Tolstoy üçün Həzrəti Məhəmmədə heyranlığın kökündə onun dərin əxlaq anlayışı, sarsılmaz ədalət duyğusu dayanırdı. Eləcə də o sadə həyat tərzi və cəmiyyəti yaxşılığa doğru dəyişmək istəyi, yəni islahatçı liderliyi. Bəli. Və mənbədə başqa bir məqam da var. Tolstoy təkcə Peyğəmbərə yox, ümumilikdə İslamı da maraq göstərib. Bax, bu vacib bir sual yaradır, bilirsinizmi? Onun Həzrət Məhəmmədin məhz vurğuladığımız bu əxlaqi tərəflərinə, sadəliyinə olan rəğbətini düşünsək, bu əlaqəni şəxsən siz araşdırsanız, bu sizin üçün Tolstoyun özünün sonrakı o fəlsəfi yolunu, mənəvi axtarışlarını, həyatının sonlarındakı o çabalarını anlamaqda hansı yeni qapıları aça bilər? Bu həqiqətən üzərində düşünməyə dəyər bir nöqtədir. Bu dərin söhbətdə bizimlə olduğunuz üçün təşəkkür edirik.